Salam hər kəsə. Bu günləri tamamilə yatırımsız pul qazana biləcəyiniz bir oyun göstərəcəm. Oyun ödəniş eləyir və necə pul qazanmaq olur onu göstərəcəm. Hal-hazırda mən balansımda olan pulu göstərim nə qədərdir. Withdraw düyməsinə daxil olan 0.95 dollar pul göstərir. İndi burada böyük pullar göstərir. Bunlar nədir? İndi onu izah eləyəcəm sizlərə. Burada withdraw düyməsinə daxil olanda pul çəkmə bölməsinə siz buradan 0.10 dollar çəkmək üçün 1000 dənə elmasınız olmalıdır. İndi məndə hal-hazırda 90 dənə var. Burada olan pulu elə bir bura fake kimi bir şeydir, saxta bir şeydir. Amma sizin elmasınız çox olduqca pul çəkə bilirsiniz. Çünki bu pulu yığmaq asandır. Amma ki bu belə deyim, kristalları yığmaq biraz çətindir ona baxan yerdə. Amma yığmaq olur. Pul çəkmək də USDT kimi çəkmək olur. Ethereum kimi çəkmək olur. Burada görürsünüz nə qədərdir göstərir. Burada bir də Bitcoin kimi çəkmək olur. Belə. Necə pul qazanmaq olur? Gəlin ona keçək. Pul qazanmaqdan ötürü ilk növbədə sizə pulsuz bir oyuna iş daxil olanda sizə bonus olaraq belə deyim, sizə silah verəcək. Neçə yazılan yer yox. Bir dənə baxın mən. Hissiyat da deyil. Shop bölməsinə daxil olanda burada cum yazılır. Cum da silahlar deməkdir. Hal-hazırda mənə verilən silahın vaxtı qurtarmayıbdır. Bir gün 15 saat qalıbdır. Gəlin daxil olaq, başlayaq. Start düyməsi var bu aşağıda. Bu start düyməsinə daxil oluruq. Oyunun yükləmə linkini videonun alt hissəsinə yerləşdirəcəm. Bax, burada məsələn dollarlar gəlir. Bir də belə deyim, bojqalar gəlir. Bu bojqaları partlatdıqca bizə USDT qazandırır. Bu USDT qazandıqdan sonra necə pula çeviririk, indi onu göstərəcəm. Gözləyək. Biraz oynayaq. Elə çox oynamayacağam. Hardasa 0.10 dollar eləyib dayandıracağam oyunu. Bir də bunun yükləmə linkini videonun alt hissəsinə yerləşdirəcəm. Necə yükləmək olur? Videonu tam göstərəcəm sizlərə. Play Marketdə bu oyun mövcuddur. Linkə daxil olub sizi Play Marketə yönləndirəcək və yönləndirdikdən sonra siz oradan rahat bir şəkildə yükləyə bilərsiniz. Bunları da partladaq. Belə də oyun çox sadədir və rahatdır. Mənim üçün elə çətinlik yoxdur. Amma burada elmas yığmaqdır. Elmas da yığmaqdan ötürü. Məsələn 0. oldu. İndi gəlin yanaq bu oyunu. Bu indi çətin yana burada. Yandı. İndi oyun yandıqdan sonra deyir ki, video izlə 10 dənə sizə elmas verəcəm. Daxil oluruq video izləmə bölməsinə. 19 saniyəlik videodur. Və 2, 1, 0 keçirik. 5 saniyədə bu hissədə gözləyirik biz. Və X düyməsinə daxil oluruq. Buradan da bir close düyməsinə daxil olduq. Və deyir sizin elmaslar balansınızda yükləndi. Məndə hal-hazırda balansda 180 dənə elmas var. Nə qədər elmas olanda çəkəcəm ilk pul çəkməyi sizə deyim. Mənim balansımda 10.000 olanda 1000 olanda mən pul çəkə biləcəm buradan. Burada nə qədərdir? 0.10 dollar çəkmiş oluram. Sonra məsələn yığırsınız 10.000. 10.000-də bir USDT eləyir. Burada pulunuzu məsələn belə deyim, linə yazılan yerə daxil olub exander eləyəndə siz bura nə qədər göstərir? 100.000 coin'unuz olanda bir USDT bərabərdir. Sizin USDT balansınıza köçür. Belə də buradan siz rahat bir şəkildə çəkə bilərsiniz. Başqa nə var burada göstərəcəyim sizə? Burada məsələn silahınızın gücünü artırırsınız. Daha təsirli vuruş göstərir bunu artıranda. Məsələn indi balansımızda pul az oldu, ona görə də almaq olmur.
Burada bir də belə bir şey var. Məsələn, görevlərdir. Deyir, məsələn, yerinə yetirdikcə bizə pul verir. Məsələn, deyir, burada çoxunu tamamladıq. Ulduzlar verdi bizə. Yaxşıdır, pis deyil. Oyun istifadə edib siz də qazanc əldə edə bilərsiniz. Ödəməni də izləyicilərim almışdı deyənə, dedim elə paylaşım məndə. Siz də istifadə edin. Məsələn, elmaslar bir dənə belə götürdük. Sonra axırda 180 ulduzluqda bir dənə elmasımız olacaq, onu da götürəcək. Başqa da dostlarınızı da çağırıb buradan qazanc əldə etmək olur. Hər dosta görə 80 dənə elmas verir. Bu da linkinizdir. Məsələn, 2 dost çağırmışdım mən də. Belə. Burada bir də belə bir şey deyim sizə. Baxın, mining bölməsi də var. Ranklara bir dənə daxil olaq. Normal pul yığanlar var. Burada nə deyim? Miningdən məsələn pul götürdü, 218 dənə elmasımız oldu. Elmasları miningə qoydum. Bir də balansda olan pulu. Qısa müddətdə o pul artacaq orada. İndi necə eləmək olur onu da göstərim. Burada məsələn bu hissə var. Shop hissəsi. Burada silah alırsınız. Baxın 150 dənə silah var. Bir də 50 elmas olan silah. Bu nədir? Bu bir gün boyunca sizə USDT qazandıran borqalar çıxardacaq qabağınıza. Bu da ona oxşar bir şeydir. Bu da bir günlükdür. Bunları almamış, siz buradan pul qazana bilmirsiniz. Bunlar da yatırımsızdır. Yalnız reklam izləyib 50 dənə elmas olanda almaq mümkündür. Heç nə, videomuz bu qədərdir. Videomuzu izlədiyinizə görə çox sağ olun. Kanalımıza abunə olun. Əgər suallarınız da olsa gələrsiniz Telegram qrupumuza ya da Telegramdan mənə yaza bilərsiniz. Sağ olun dostlar, salamat qalın.